İldən ilə vəziyyət pisləşir. Yəni bu sözü, bu cümləni çox yerdə eşitmisiniz. Bunun da səbəbi nədir? Adi mən öz seximdən götürürəm. Məsəl. Mən əvvəlləri məsələn ətrafımda 4 dənə, 5 dənə sex var. Əvvəl 4-5 dənə sexlə mücadilə aparırdısa, belə də mücadilə yox, nə deyirlər, rəqabət. Rəqabət aparırdınsa, bu günlərim sosial şəbəkə var deyə və kim o sosial şəbəkədə varsa, onlar rəqabət aparır. O da kim üçün? Bizə Abşeronda, Bakıya, Sumqayıt. Bunun bir 100 dənə sex var. Onun 100-ü ilə bərabər sən rəqabət aparırsan. Orada kim nə tutardı da. İndi orada bax əl qabiliyyətinə, əl işinə, ondan daha çox danışığına, ondan daha çox güvənə, yəni insan nə tiplidir. Yəni hər ustaya da hər adam güvənmir. Ən axırda qalan bilirsiniz kim olacaq? O kim ki, sosial şəbəkə mənlik deyil. Mən çəkməyəcəm. Onlar daha da pis olacaq. Yəni çox demirəm, bir 4 ilə, 5 ilə müştəri gəlib səndən nəsə sifariş götürəndə əsas da ustalara aiddir. Soruşanda ki, mənə bir sosial şəbəkə göstər, öz işləri göstər. Əvvəlki kimi deyil, şəkili göstərim. Hadi budur mənim işim. Elə o şey yaranmır. Çünki indidən belə bizə bəzi müştərilər gəlir deyir ki, sosial şəbəkən varsa, baxım görüm nətər dəyişin. Ona görə gecikməyin. Daha rahat, daha sərbəst çəkmək istəyirsinizsə, Telegram kanalıma qoşulun. Orada daha ətraflı bu haqda məlumat olacaq.